Beyin qan dövranı niyə pozulur? Başda ağrılar niyə yaranır? Boyunda, çiyində ağrılar niyə yaranır? Yeyilən qidalar, yağlı duzlu qidalar, fast foodlar və s. Bunlar hər biri bədəndə çöküntülər yaradır və zamanla damar divarlarında kirəclər, toksinlər və qan dövranı pozğunluğunu gətirir çıxarır. Bəs yaxşı, biz bədənimizi necə təmizləyə bilərik? Piylərdən, toksinlərdən bağırsaq sistemimizi necə təmizləyə bilərik və bu baş ağrılarının necə qarşısını ala bilərik? Cəmi 2 məhsul deyəcəm sizə. Tam təmizləmə proqramıdır. Gördüyünüz çay bütün bədəndə toksiki maddələri təmizləyib beyin qan dövranını yaxşılaşdırmağa kömək edir. Xitazan isə artıq bir çoxlarımız tanıyırsınız. Mədə-bağırsaq sistemi daxil olmaqla bütün orqanizmada şılaqlar, toksinlər, hətta illər əvvəl istifadə olunan dərman qalıqlarını belə sürətli şəkildə təmizləməyə və bağırsaq divarının işini yaxşılaşdırmağa kömək eləyəcək. İkili proqramı vaxtında istifadə eləsək, gələcəkdə yaranacaq beyin qan dövranı pozğunluğudur. Yaddaşsızlıqdır, mədə-bağırsaq problemləridir. Vaxtında qarşısını almış olarıq. Qeyd edeyim ki, məhsul dərman vasitəsi deyil və profilaktik məqsədlə istifadə oluna bilər. Amma sırladığım hallar kimlərdə ki artıq yaranıb, daxil olun səhifəyə, orada qeyd olunan nömrə ilə əlaqə saxlayaraq mütəxəssislərlə məsləhətləşərək düzgün şəkildə proqramları əldə edə bilərsiniz.